Rayonda yaşayan tək bir ananın 130 manatlıq bazarlığın görüşü hal-hazırda. Bazarlığa Fidanla getmişdim. Fidan mənim böyük qızımdır. Əslində tək gedəndə daha yaxşı olur. Sadəcə sıxılmayam deyə Fidanı özümlə aparmışdım. Bu dəfə marketdə fərqli şirniyyatlar vardı, ev şirniyyatları var, onlardan aldıq. Və ətdən başqa demək olar ki, hər şeyi aldım. Evdə hər şey bitmişdi. Əti və toyuq ətin və mal ətini isə sabahlar gedib almağı planlaşdırıram. Kartosağanı da buradan aldım əslində. Az aldım da yəni. Amma mən hansı ay ki kartosağanı az alıram, o ay çox çətinlik çəkirəm. Amma yağı böyük aldım. Həmin deyəsən Slabadan yağıdır da böyük, bəli. Bir də ilk dəfə avokado aldım. Avokado yeyəcəm. Bəli, artıq oliqarx bir həyat yaşamağa başlayıram yavaş-yavaş. Zarafat eləyirəm. Marketdə sadəcə vardı, yumşaq idi deyə aldım. Bizdə Hacıqabulda mən dəydiyim hər marketdə avokado olmur. Hə, Slabadan o böyük yağını 1,7 litrdir deyəsən, 2 litrə yox, 2,7 litrdir. Onu mən bir ay yaxın işlədirəm. Tomatı isə salafana qoyub marazikaya atıram və onu deməli orada uzun aylar işlədirəm. Varım idi, piraşki bişirdim keçən dəfə, orada sos elədik, bitdi. Hə, həmçinin burada marketdə kefir də vardı, özümə kefir də aldım. Onu da deyim sizə. Yəni getdiyimiz market çox sərfəlidir, içərisində hər şey var. Məncə içində ət olmaya, kalbasa, sosiska az ola, bir dənə manqal üstü aldıq. Halal nemətin, bir dənə də deməli Krakovskasını aldıq. Orada gördüyünüz saç şampununuzu İnci üçün almışdım. İnci də mənim balaca qızımdır. Mən İnci demişkim, amma şirinin alma, yəni qəşəngin alma, mən də onu işlətməyə qıya bilmirəm. Amma təəssüf ki, mən yenə də balacasının şirinini aldım. Yenə də deyir ki, yenə də sən demə alım, mən bunu necə saçımı yağacam. Əslində evdə başqa şampunlar var, sadəcə saçım uzundur. Saç yağımız da bitib, Bombata var, mən ondan işlədirəm, Trendyoldan aldığım mavi. O çox qəşəngdir, o bitib, yəni sifariş verib o gələnə qədər hələ ki dedim bundan istifadə elə. Uzun saçlara Bombata çox yaxşı təsir eləyir. Çəməndən sonra saçın ucuna vurursan, saçın ucun yağlandırmır, əksinə nəmləndirir. Evdə Azər çayın paket çaylarından vardı. Həmçinin dedim dəmləmə çayı da alım, bir də görürsünüz beynimə doğru çay dəmləyirəm. Kara yağı isə prezident aldım bu dəfə. Möcüzəni isə halva çalmağı planlayırıq. Fidanın könlünə halva düşüb, onun üçün aldım. Bu isə Holland pendiridir. Uşaqlara evdə tost düzəldirəm, tavada eləyirəm. Belə. Sizcə necədir? Necə bazarlıq edəmişəm? 130 manata azdımı, çoxdurmu?